Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Şahmal Cavadov bildirdi ki, bugünə qədər təkcə Şah İsmayıl Xatay prospektində 71 çox mərtəbəli və 25 yaşayış binalarının rənglənməsi, dizayn tərtibatına uyğun təmir bərpa işləri aparılıb və prospektin 8 kilometrindən 5-nin asfaltlanması nəzərdə tutulub. Artıq bugünə 1600 pagonlu metrdən artıq səki daşlar dəyişirilib və 12.000 kvadratdan artıq yeni asfalt beton örtüyü salınıbdır. Bundan başqa digər küçələrdə də, Atatürk prospektində, İsmət Qayıbov küçəsində və digər 28 may küçəsində də təmizlik, abadlıq işləri gedir. İsmət Qayıbov və Atatürk küçəsinin bir hissəsində artıq binaların fasadlarında da təmir işləri gedir. Bu görülən işlərin əksəriyyəti şəhərin müəssisə və təşkilatlarının daxili imkanları hesabına aparılıbdır. Şahmal Cavadov onu da bildirdi ki, Şah İsmayıl Xatay prospektinin asfalt örtüyünün salınması və səki daşlarının dəyişdirilməsi üçün Nazirlər Kabineti 700 milyon manat vəsait ayırıb.